Dünənən baxıram TikTokda və bəzi sosial şəbəkələrdə Güney Azərbaycanlılar öz fikirlərini bildirirlər və deyirlər ki, niyə görə məhz Azərbaycan İsrailə neft satır və İsraildə o neftin sayəsində benzin düzəldirlər və o benzinlə də gəlib Tehranı bombalayırlar. Mənim Arazın otayında yaşayan, devlətimi sevən, devlətçiliyimi sevən Azərbaycanlılara canım qurbandır. Amma mənə çox maraqlıdır ki, indi o gəbərən bir generalımız var idi. Hansları ki, 20 neçəsi məncə gəbərib də bu neçə gündə. Çıxıb deyəndə ki, Zəngəzur və Ermənistandan Zəngəzurun yolun açılması bizim qırmızı xəttimizdir. Ermənilər üçün biz hər şey edərik ki, onların təhlükəsizliyi qorunmalıdır. Onda bu Azərbaycanlılar çıxıb niyə o farslara demirdilər ki, biz burada 40 milyona yaxın yaşayırıq. Sən necə orada 1-2 milyon erməniyə görə sən bütün Azərbaycana hədə qorxu gəlsən ki, ağıllı olun, biz sizi vurarıq. Nə tər olur, sizdə olanda olur, bizdə olanda olmur. Hə, anlaya bilmədim. Nədə borcluyuq ki biz sizə? Haçan bizə qardaş olub qucaq açdınız ki? Heydər Baba ildırımlar şaxanda, sellər sular şaqqıldayıb axanda. Nə, bir dənə var, vəssalam. Bəs niyə görə siz ayağa qalxmadınız ki, Zəngəzur açılmalıdır? Niyə görə ermənilər, düzdür, müharibə vaxtı, İran onlara dəstək olanda bir neçə Azərbaycanlarımız çıxdı çöllərə. Amma axıracan nə oldu ki? İndi bizdən imdad istəyirsiniz? Mənim Albert Agaronov kimi şəhidim var. Və mən o şəhidimi həmişə dəyərləndirəcəyəm də. Və sizin İranlı o televiziyalarınızda çıxıb o başı bağlı adını da bilmirəm deyəndə ki, Azərbaycan belədir, Azərbaycan belədir. Niyə gedib onlara ağzınızdan çıxan demədiniz ki? Niyə demədiniz də? Niyə məscidlərimizdə 30 il donuz saxladı ermənilər? Sizin Xamneyiniz çıxıb demədi ki, fətva vermədi ki, bəs bu İslama, Şiyyəliyə ziddir. Niyə onda sustunuz ki sizdə? Hindi nə düşmüşsü ortalığa? Ay sizi vuracaq. Bizi Allah koruyur. Bizi Allah koruyur. Bəli, mənim Azərbaycanlarıma heç nə olmasın. O elə Farsın siyasətidir ki, gətirib öz hərbi bazalarını Təbrizdə özü bilərəkdən bunu edib ki, İsraildə istər-istəməz oranı vuracaq ki, Azərbaycanlılar qırılsın. Siz bəs niyə ayağa qalxmırsınız ki? Mollanın dalıca düşmüsünüz, Haftafasının dalıca. Hərəsi bir şey çəkir. Siz kimsiniz ki, mənim prezidentim haqqında fikir bildirəsiniz? İlham Əliyev. İlham Əliyevin bildiyini sizin gəlmişinizdə, keçmişinizdə olan Rıza Pəhləvidən tutmuş, şahdı o nədir, ondan tutmuş, bugünkü günü Pezişkənəcən bilir. Həkimdir də Pezişkən. Kimdir ki? Siz öyrətəcəksiniz bizə siyasəti. 11 milyon Azərbaycan dünyada tarix yazdı 44 gündə. Sizinkilər bəs neynədir? Ağlınıza, tevzə yığın, burada da oturan bu Azərbaycanda molla haftafaları var, ay nə bilim, belə getdi, belə getdi. Xoşunuza gəlmir, ya Allah İrana. Azərbaycanın daxili siyasəti nəinki İrana, heç kimin başı üçün deyil ki, nəsə etsin. Gedin birinci öz haftafalarınızı yiyə durun. Elə ona görə də sevdiyiniz ermənilər gedəndə də unitaz aparırdı özü ilə. Birinci onlarla başlayın. Sonra devlətimizə dil uzadarsınız. Biz gələrik, Azərbaycanda biri var orada çıxıb kepkalı. Bakıdakı nə bilim, qardaşlarımız ayağa durar. Necə ayağa durarlar, elə oturarlar aşağı. Bu ölkədə rəbəylidir, kimsə ayağa dursun. Çox ayağa durmaq istəyənlər oldu vaxtında. Devlət hamısında 30 durdu yerində.